İsveçrənin məşhur Henley & Partners şirkəti dünya pasportlarının növbəti indeksini dərc edib. Yenavaz.com şirkətin 2026-cı il üçün açıqladığı pasport indeksinə istinadən xəbər verir ki, Sinqapur pasportu dünyanın ən güclü pasportu hesab olunur. Bu ölkənin pasportu ilə dünyanın 192 ölkəsinə vizasız və ya sərhəddə viza alaraq səfər etmək mümkündür. Bundan başqa Yaponiya və Cənubi Koreya pasportları ilə dünyanın 188, Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə pasportları ilə isə dünyanın 186 ölkəsinə vizasız və ya sərhəddə viza alaraq getmək olar. Henley & Partners şirkətinin tərtib etdiyi siyahıda keçmiş seri və region ölkələri aşağıdakı mövqeləri tutublar. Estoniya 26-cı yer, Latviya 31-ci yer, Litva 36-cı yer, Ukrayna 68-ci yer, Gürcüstan 86-cı yer, Moldova 91-ci yer, Rusiya 93-cü yer, Türkiyə 94-cü yer, Belarus 114-cü yer, Qazaxıstan 117-ci yer, Azərbaycan 126-cı yer, Ermənistan 134-cü yer, Qırğızistan 142-ci yer, Özbəkistan 143-cü yer, Tacikistan 159-cu yer, Türkmənistan 177-ci yer, İran 186-cı yer. Qeyd edək ki, dünyanın ən zəif pasportuna Əfqanistan vətəndaşları sahibdir. Əfqanistan pasportu ilə cəmi 24 ölkəyə vizasız getmək mümkündür. Onu da bildirək ki, Henley & Partners şirkətinin hesabatına görə Azərbaycan pasportu ilə vizasız, sərhəddə viza və elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr bunlardır. Sərhəddə, hava limanı və ya gömrükdə viza alaraq gedə biləcəyimiz ölkələr. Elektron icazə sənədi ilə gedə biləcəyimiz ölkələr.